Bizim müharibə haramla yaraşır. Müharibə istəyənin quyruğu suda gərək. Əgər yenə müharibə istəyirsə, pahalara hazır olun, part, cum. Haramla yaraşır axı müharibə. Bir də müharibə olsa, dilimizdə bir şair var, yaşa Azərbaycan, yaşa Azərbaycan. Makrona od qoydu, birbaşa Azərbaycan. Hələ dəmir yumruğu demirəm. Hə, Ruben Ayalik Sakiya bunun bariz nümunəsidir. Mən də sizə bunu deyirəm də, yekə-yekə danışırdılar. Ayaliklə Bako Sakiyana şəxsən yığdım ki, çıxın oradan cəhənnəm olun. Sinələri veriblər qabağa gendroz belə. Axırı ne oldu? Hamısını doldurdular Qəzəlli Üsbaşının quldasına, apardılar Bakıya. Dedim bu Azərbaycan ordusudur. Mən dedim eləcə mən eşitdim. Onunla mən İrəvana çatmışdım. Canımı çöldən tapmışam. Deməli yekə-yekə danışan Sarkisyan idi, Koçaryan idi. Opşum şəhərləyənlər hamısı qaçıb gizlənmişdir. O haniyana yığdım, dedərsən öz arıma qaşıma düşüb, qorxudan düşmüşdü. Dedi gələmərə, dedim cəhənnəmə gəl. Hələ biri var Ruben. Urşetdən vurub gəlib pay yaptı ondan. Bu adamda başdan başqa hər şey var. Qorxusundan nə təri əsirsə, elə orada da bunu soxurlar, qoduqluğa götürüb gedirlər. O gün yazıq, niyə məhkəməmə gəlmişlər? Gəlib ora, aparıb mənim də salsına sən yana. Hansı yaxşı əmələ görə?